Ev şəraitində bal və aktivləşdirilmiş kömürdən istifadə edərək qoltuq altında olan qara ləkələri təmizləyin. Başlamazdan əvvəl ən son videolarımızdan xəbərdar olmaq üçün kanalımıza abunə olmağı və zəngə basmağı unutmayın. Əgər telefonunuzdan izləyirsinizsə, parametrlərinizə daxil olduğunuzdan və bildirişləri yandırdığınızdan əmin olun. Xəbərdarlıq. Bu video təhsil məqsədləri üçündür və tibbi məsləhəti və ya müalicəni əvəz etmir. Bal dünyanın ən sağlam təbii məhsullarından biridir. Çoxlu faydaları və istifadəsi var. Ev şəraitində balı aktivləşdirilmiş kömür tozu ilə qarışdırıb, qoltuq altında istifadə edə bilərsiniz. Bunu qoltuq altı pastası etmək üçün 1 çay qaşığı aktivləşdirilmiş kömür tozuna 1 xörək qaşığı üzvi xam bal əlavə edin. Bunları kiçik bir qabda yaxşıca qarışdırın və yumşaq bir fırça ilə qoltuq altındakı dəriyə tətbiq edin. Yumşaq sabun və ilıq su ilə yuyulmadan əvvəl bunu dəridə ən azı 20 dəqiqə saxlayın. Ehtiyatlı olun, çünki bal qoltuq altında isindikcə və damcıladıqda məhv ola bilər. Bunun qarşısını almaq üçün altına bir parça qoymağınız məsləhət olunur. İstədiyiniz rəngə çatmaq üçün bunu müntəzəm olaraq 2 həftə və ya daha çox müddətdə tətbiq etməlisiniz. Bu qarışım üz maskası kimi də istifadə edilə bilər və çapıqların, hiperpigmentasiyanın və sızanaqların müalicəsi üçün əladır. Kömür dəridən zərərli kimyəvi maddələri udur. Bu həmçinin antiperspirantlardan artıq alüminiumun çıxarılmasına kömək edir. Əgər üzünüzdə qara nöqtələrdən əziyyət çəkirsinizsə, bu qarışım tezliklə o problemi də aradan qaldıracaq. Siz həmçinin qoltuq altılarınızı tez-tez qırxmamağa çalışmalısınız. Çünki bu, qıcıqlanmaya səbəb ola bilər, tünd ləkələrinizi daha da pisləşdirə bilər. Bal və kömürün başqa sağlamlıq faydaları haqqında öyrənmək üçün digər videolarımıza baxın. Videonu bəyəndinizsə paylaşmağı, abunə olmağı unutmayın və daha çox təbii reseptlər və sağlamlıq videoları üçün bizi izləməyə davam edin.